Bakı metropolitenində çalışan qadın mühəndis olaraq qürurla deyə bilərəm ki, seçdiyim peşəni çox sevirəm, həvəslə çalışıram, gələcəyə inamla baxıram. Bu sahəni seçməkdə atam, ailəm ən böyük dəstəyimdir. Bu peşəni seçərkən bütün maneələrə özümə mən bacaracağam dedim. Bu sahədə qadınların azlığı əsasən stereotiplər və seçimlərlə bağlıdır. Mən mühəndisəm, çünki mühəndislər problemlərə həll tapan və xəyalları reallığa çevirən insanlardır. Peşəmi seçərkən ailəmin, xüsusilə də atamın böyük rolu olub. Atam köhnə dəmir yolçu olub, o həmişə istəyib ki, mən mühəndis olum. Xanımlarımız artıq bir çox sahələrdə öz fəaliyyətini davam elətdirir. Gələcəyin qadın mühəndislərinə tövsiyəm odur ki, özünüzə inanın. İşini sevərək görən və öz üzərində çalışan hər kəs nəticə əldə edə bilər. Biz ilham veririk. Biz xəyal edirik. Biz layihələndiririk. Biz metronun hər yerindəyik. Biz mühəndisik.